Planşetlər iki kateqoriyaya bölünür. 7 diaqonal və 7 diaqonaldan yuxarı olanlar. 7'lik planşetlər istifadədə çox rahatdır. Ondan mobil vasitə kimi həmçinin kitab oxumaq, videoya baxmaq, internetə girmək üçün istifadə edilir. 10'luq planşetlər isə artıq image xüsusiyyətli qurğulara aiddir. 7'lik planşet 800-480, 10'luq planşetlər isə 1024-600 ölçüdə olur. 1024-576'lıq planşetlər isə artıq köhnə model sayılır. Biz notebook, netbookları artıq daşımaqda bizim çantamda daha böyük yer tutur. Amma planşetlər isə bu yeri azaldır. Onlar çantada daha az yer tutmaqla ondan əlavə çox yüngül və nazik olurlar, praktik olurlar. Və netbook, notebooklardan fərqli onlar batareyka zaryadını daha çox saxlayırlar. Bu ona görədir ki, bu planşetlərdə ümumiyyətlə funksiyalar hamısı sırf intensivləşmişdir, onlar cəmləşmişdir bir növdə. Belə demək mümkünsə, əgər Windows sistemi yayılmışdırsa, artıq planşetlərdə Mac, Android və yaxud da Symbian qısa bir versiyalar yaranmışdır. Bunlarda menü daha rahat və orada menünün rahatlığından əlavə Wi-Fi-dən istifadə daha səmərəlidir. Planşetlərin digər mühüm keyfiyyət göstəricisi fasiləsiz olaraq neçə saat çalışa bilməsidir. Akkumulatoru 1000 mAh olan planşetdə Full HD-yə, videoya bir neçə saat baxmaq və ya oyun oynamaq qeyri-mümkündür. Bunun üçün optimal seçim 2000 mAh olmalıdır. Qeyd edək ki, istehsalçıların cihazın üzərində qeyd etdikləri fasiləsiz çalışma vaxtı ilə bağlı məlumat çox vaxt reallığı əks etdirmir. Bu sadəcə test xarakteri daşıyır. Planşetin çəkisi də az önəm kəsb etmir. Qurğunun içərisində batareya nə qədər çoxdursa, çəki də bir o qədər ağır gəlir. iPod'un çəkisi 800 qram, 7 diaqonallıq planşetin optimal çəkisi 300, 10'lu planşetin çəkisi isə 700 qramdır. Səyahət üçün insanın ən yaxın dostudur. Bəli. Ən böyük üstünlüyü çox zaryadka saxlamaqdır, yəni enerji saxlamaqdır, gec. Notebooka nisbətən 2-3 dəfə artıq zaryadka saxlayır, yəni uzun səyahətlərdə istifadə eləmək olar. Dokunmatik ekranla işləyir. İşləmə prinsipləri çox sadədir. Yəni istənilən istifadəçi əlini ilk planşeti götürəndə onu istifadə edə bilər əlbəttə ki. Proqramları, içərisindəki olan proqramların əksəriyyəti pulsuzdur demək olar ki, yəni amma digərlərini onun xüsusi marketləri var. Hər şirkətin istifadə elədiyi əməliyyat sisteminin özünün marketləri var. Oradan əldə eləmək olar. Pullu proqramlar da var. Onlar məsələn 50 sentdən 50 dollara qədər dəyişən qiymətlər arasıdır. Əgər planşetdəki proqram sizi qane etmirsə, o zaman əlavə proqram yükləməlisiniz. Bunun üçün yaddaş kartından istifadə edə bilərsiniz. Ya da ki, fayl vasitəsilə istədiyiniz proqramı yükləmək mümkündür. Planşetlərin digər özəlliyi məhsuldarlıqdır ki, burada prosesorun tezliyi əsas götürülür. Əgər siz HD videoya baxmağı planlaşdırmırsınızsa, o zaman gigahertzlərin dalınca qaçmağa dəyməz. 600 MHz sizə kifayət edər. Belə planşetlərin qiyməti də çox baha olmur. Planşetlərdə ümumiyyətlə telefon funksiyası kimi onlarda nömrə yeri qoyulmuşdur. SIM və yaxud da başqa bir nömrə taxmaq imkanı. Lakin bu nömrələrdən biz internet kimi istifadə edə bilərik və yaxud da mesaj yaza bilərik. Onlarda zəng eləmə funksiyası artıq sıxışdırılmışdır. Necə ki, əvvəlki planşetlərdə olduğu kimi. Biz bu hissəyə girməklə SMS yaza bilərik. SMS yazmaq üçün bizə kifayətdir ki, biz ya sözü deyək və yaxud da yazaq. Wi-Fi açmaq üçün və yaxud da mesajlarımızı oxumaq üçün bizə ehtiyac yoxdur ki, hansısa bir funksiyadan onu axtaraq. Kifayət ki, bu hissəni açırıq. Burada Wi-Fi, GPS, səs və yaxud da Bluetooth aktiv edə bilərik. Ondan əlavə biz burada bizim gündəlik Facebookda və yaxud da hansısa bir sosial şəbəkə bizə yazanların siyahısını görə bilərik. Ondan əlavə yüklədiklərimizi və yaxud da batareykanın nə qədər saxladığını, hansı Wi-Fi şəbəkədə olmağımızı biz tez bir zamanda ayırd edə bilərik burada. Ondan əlavə planşetlər ümumiyyətlə naziklikdən əlavə onlar praktik olurlar. Ümumiyyətlə onlar belə əyilmə və yaxud da sınma problemi demək olar ki, bunlarda çox nadir hallarda olur. Olan naziklikdən əlavə 2.0 bu USB çıxışları da var. Hansı ki, o daha sürətli faylların köçürülməsi və yaxud da sinkronizasiya etməyə bizə kömək olur. HD video üçün 720 MHz tezlikli planşetlər var. Digər önəmli məqam interfeyslə bağlıdır. Metal korpuslu qurğular Wi-Fi pis tutur. Əgər planşetinizin zavod sürəti sizi qane edirsə, o zaman problem yoxdur. Yox, əgər siz daha çox sürət tələb edirsinizsə, onda 3G modemə müraciət etməlisiniz. Qeyd edək ki, yeni texnologiya olmasına baxmayaraq artıq bu məhsulun da bazarda saxtası və orijinalı var. Qutusunun üzərində onun funksiyaları yazılır. Bir sıra funksiyaları yazılır. Yəni hər bir alıcı bu funksiyalara baxır. O funksiya onu qane edirsə, o funksiyaya uyğun olan planşeti alır. Zavoda gəlib qayıtmış mallar, yəni bu dəqiqə bazarda var, elə mallar var, amma onu müəyyən etmək üçün ilk öncə alıcı qutunun üzərində belə bir məsəl üçün
blom deyilək də buna. Blomb olur. Əgər bu blomb açılıbsa, biraz şübhələnmək olar. Amma bunun tam zavoda yeyib qayıtmağı haqqında alıcı yəqin ki, şirkətin saytından aldığı malın şirkətin saytından bu haqda informasiya əldə edə bilər. Çünki hər bir mal gedib qayıtdıqda o registrasiyada düşür. Məsləhət deyilmi olanı? Niyə məsləhət deyil? Belə bir şey var. Mən aldım hər hansı bir brendin malını. Brendin malı refurbisheddir. Brendin malı məsəl üçün deyək $300 əhatəsindədir və hər hansısa gedib Çinin refurbished olmayan hər hansısa bir naməlum bir zavodunda yığılan hər hansısa bir planşet. O da 300 manat dəyərindədir. Əlbəttə ki, refurbished almaq ondan qat-qat yaxşıdır. Brend olmayan markalardan olan planşetlər necə ayırt etmək olar? Onları ayırt etmək çox asandır. Konkret göstəricilər əməliyyat sistemidir. Ekranın belə deyək də, sensorunun hissiyatlılığıdır. Bunlar çox hissiyatlıdır məsəl üçün. Amma onların ekranı hissiyatsız olur. Yəni çox yorucu olurlar, çox yavaş olurlar. Belə olurlar. Planşetin görkəmi də az önəm kəsb etmir. Planşetlər müxtəlif dizaynda metal və ya plastik korpuslu ola bilərlər. Plastik korpuslu planşet Wi-Fi daha rahat tutur. Çəkiləri yüngüldür. Ən əsası planşet həmişə çexolda olmalıdır. Bir əsas məsələni də nəzərinizə çatdırmaq istərdik ki, hazırda müxtəlif yollarla planşetlərin satışı həyata keçirilir. Bundan ötürü hətta şirinlikləşdirici reklamlar da çəkilir. Siz evdə oturursunuz, sadəcə pul köçürməklə gözəl planşet əldə edirsiniz. Belə avadanlıqlar Çindən gətirildiyi üçün onlara heç bir zəmanət verilmir. Bu isə əlavə baş ağrısı deməkdir. Elnarə Dərziyeva, Ceyhun Mustafayev, Lider TV.